Salam, vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 8-ci sinif dərsliyindən trigonometrik nisbətlərin tətbiqi ilə məsələ həlli mövzusuna baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumat xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsliyindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçəlim uşaqlar sualların izahlarına. Burada bu trigonometrik nisbətlərdə biz baxacaq. Burada müəyyən bir adlar var. Məsələn, yüksəliş, eniş bucaqlarından istifadə edəcəyik. Burada şəkillərdə də qeyd olunur. Məsələn, müşahidəçinin bu belə baxdığı hər hansı obyektə baxırsa, bu baxış bucağıdır. Bu yüksəliş bucağıdır. Bu eniş bucağı. Müşahidəçidirsə, indi buradan yüksəyə baxırsa, bu yüksək bucağı olacaq. Məsələn, yuxarı baxırsa da, aşağı baxırsa da eniş bucağı olacaq bu xətt. Burada da baxın, hamısı qeyd olunub. Məsələn, bu aşağıdan baxan bu şəxs bu yüksəlik bucağıdır. Buradan baxan şəxs üçün isə bu bucaq eniş bucağı kimi qeyd olunacaq. İndi biz buradan yenə də keçən dərsimizdə də demişdik, biz burada çoxlu misallarda dəqiq ölçümlər apara bilmirik. Ona görə də demək olar ki, burada yuvarlaşdırılmış şəkildə etməmiz lazım. 6-cı sualdan başlayalım. Baxaq görə bizə nə deyir bu 6-cı sualda? Deyir ki, iki çox mərtəbəli bina arasındakı məsafə 45 metrdir. Əla. Mərtəbələrin sayı çox olan binanın hündürlüyü 60 metr olarsa, digər binanın hündürlüyünü tapın. İndi baxın, bu bucaq 15'dir. Onda bu bucaq neçə dərəcə olar? Təbii ki, 75 dərəcə olmalıdır. Deməli, bu 6-cı sualda baxın, belə bir xəttdə mən buradan baxın, belə çəkdiyim zaman bura olub məndə 15 dərəcə. Onda bura 75 qalırmı? Bildikdə niyəsini də. Çünki orada cəmi 90 olmalıdır. Nə deyil? Əla. Burada 15 olacaq. Onda mən, həm də biz bilirik axı bu bucaqla bu bucaq daxili çarpaz bucaqlar. Buranın 45 olduğunu bilirəmsə, mən bu x-i tapmalıyam, elə deyilmi? Baxın, bu hissəni tapmalıyam və sonra 60-dan da o hissəni çıxsam, mənə bu binanın hündürlüyünü verəcək. Onda baxın, bucaq var, katet var, bucaq var, bir dənə kateti soruşursa mən nə etməliyəm? Tangens 15 dərəcədən istifadə etməliyəm. Yəni x bölünsün 45. Həmən buradan x-i tapmaq üçün nə etməliyəm? 45'i vurmalıyam. Tangens 15 dərəcə. Gəlin baxaq görə tangens 15'də neçə alır? Tangens 15'də 0 təxminən onda 2 deyək. 45 vurulsun 0,2. Bunu vurduğumuz zaman 45'i vursaq 0,2'yə cavabımız eləyəcək təxminən burada 9 dedim. Bu təqiqi qiymətdir. İndi bizə deyir ki, digər binanın hündürlüyünü tap. Təbii ki, biz 60'dan da çıxarıq 9'u. Burada məsələn cavabımız 51 olacaq. Bu şəkildə baxmamız lazım. Gəldi 7-ci suala. 7-ci sualda bizə deyir ki, sağlamlıq imkanları məhdud olan şəxslər üçün tikilən yola müəyyən standartlar tətbiq edilir. Bu yollarda hündürlük 80 metr, meyl bucağı. Meyl bucağı təbii ki, o mail ilə məsələn buradakı bu proyeksiyasında qalan bucaqdır. Meyl bucağı 5 olan, mail hissəsinin uzunluğu isə 2 metr olan, bu hissənin uzunluğu 2 metr olan düz hissədən növbələşməsi ən yaxşı variant hesab edilir. Bu tələblərin əks edildiyi plana görə məsələlər hər bir mail hissəsinin uzunluğunu tapdı. İndi baxalım. Gəlin mən bunu belə deyəndə buradan qeyd edeyim sizin üçün. Baxın, belə bir şəkil var. Bura 5 dərəcədir. Bura 0,8'dir. Mənə bax bu hissəni soruşur. Bu hissəni necə tapa bilərəm? Katetin biri var. Hipotenuzdur da bu. C. Onda mən sinusdan istifadə edəcəm. Sinus 5 dərəcə bərabərdir qarşı katetin hipotenuza nisbət. Mən onda bu C-ni tapmaq üçün 0,8'i bölməliyəm. Sinus 5 dərəcəyə. Sinus 5 dərəcəyə gəlin baxalım. Kalkulatora müraciət edəyim. Sinus 5 dərəcə 0,8. Yəni 0,8 bölünsün 0,8. Təxminən bu şəkildə. Hər tərəfini 100'ə vursa 80 bölünsün. Olacaq burada 8, bu da elədi 10. Bura 10'dur, təqribən 10'dur təbii ki. Və indi burada da yenə də baxın, eyni vəziyyət deyil ki,
hər bir mailin uzunluğunu tap deyir. Burada da bir-birlərinə bərabər olduğuna görə baxın bu hissədə 10 olacaqdır, elə deyilmi? Əla. İndi bizə deyir ki, 2 pilləkəndən ibarət xüsusi keçid üzrə hərəkət etdikdə cəmi neçə metr yol gedir? Deyək ki, buradan bura qədər də 10, buradan bura qədər də 10. 10 üstədə 2 gəlsək, burada 2 ver axı. Bu elədi 22. Təqribən 22 metr şəklində olacaq. 8-ci suala baxsaq. Eldar Qız Qalasından 8 metr aralıda dayanmışdır. Qız Qalası olsun bu. Belə bir Qız Qalası. Və bu Eldar bu məsafəsi buradan bura qədər məsafə olsun 8 sm. Bu da Eldar. Deyir ki, Eldar dayandığı nöqtədən yüksəliş bucağı. Bax, yüksəliş bucağı budur. Bax, düz bura baxır. Neçədir bura? 74'dür. Olarsa deyir ki, bu məlumata görə, şəklə görə Qız Qalasının hündürlüyünü tap. Bura bir x desəm və ya da h desəm. Baxın, katet var. Bu kateti tapmalıyım. Onda tangeslə. 2 katet varsa tangens 74 dərəcə bərabərdir. Qarşı katetin hipotenuza nisbət. Mən burada h tapmaq üçün 8'i tangens 74'e nə etməliyəm? Vurmalıyam. Gəlin baxaq görə tangens 74'dən nə alır? Təxminən 3 tam onda 4. Yəni 8 vurulsun 3 tam onda 4. Bu da təxminən 32 yazıram. 1 yadda. Buradan da 24. 24'ümüzə 3 gəldi. 27. Təxminən 27 tam onda 2 oldu. Mən Qız Qalasının hündürlüyünü unutmuşam. Yəqin ki bu şəkildə də indi tam dəqiq bilmirəm. Bu şəkildə oldu. Belə. İndi keçən sonra 9-cu suala baxaq. Deyir ki, sürüşkənin eniş bucağı 53'dür, yerdən hündürlüyü isə bizə indi şəklini gəlin çəkəyim. Baxın bunu. Yenə də baxın eniş bucağı bu bucaqdır. Baxın bu bucaq. Bura 53'dür. Bura 3,6'dır. Bizə deyir ki, bax buranın da hipotenuzu tap deyir. Bax katet var. Onda mən sinusdan qarşı katet daxil. Onda sinus 53 dərəcə bərabərdir. 3,6 bölünsün x-ə. Mən buradan x-i tapmaq istərsəm 3,6-nı bölməliyəm sinus 53 dərəcə. İndi 3,6 baxaq görək sinus 53'dən nə alır? Sinus 53 dərəcə. Bu da 0,10 təxminən 0,8 deyə bilərik. Yaxında. O da elədi 36 bölünsün 8. Hər tərəfini 4'ə bölsək. Bura 9, bura 2, 4,5. Təqribən oldu bizim cavabımız 4,5 metr şəklini alacaq. Gəldik sonra 10-cu suala. Deyir ki, siz 30 metr hündürlükdə olan təpədən dəniz üzərində yelkənli qayığa müşahidə edirsiniz məsələyə görə. İndi baxın, siz 30 metr məsafədəsiniz. Bura olsun bizdə 30 metr. Və hündürlükdən baxırsınız. Və bizə eniş bucağı. Baxın, bu bucağımız nə qədərdir? 30'dur. Onda mənə deyir ki, hipotenuzu tap. Mən bu x-i tapmaq üçün nə edə bilərəm? Bitişik katet var və hipotenuz var. Onda mən kosinusdan. Kosinus 30 dərəcə bərabərdir. Nə yazmalıyam? 30 bölünsün x-a. Mən buradan x-i tapmaq üçün 30'u bölməliyəm 30 dərəcə. 30 dərəcə necə olurdu? Kosinus 30'da nə alırdı? Kök 3 bölünsün 2. Yəni 30 vurulsun kök 3 düşəcək aşağı 2 qalxır yuxarı. Buradan da 60 bölünsün kök 3'ə. Hər tərəfini kök 3'ə vursaq. Bura 60 kök 3 bölünsün 3. Bununla bu getdi x də bərabərdir. 20 kök 3 olacaq. Əla. Bu belə. Sonra 40 dərəcə deyirsə. Yenə eyni qaydadan bura bir 40 yazaram. Bura 30 metrdir. Burada x-dir. Onda yenə də yazarıq ki, sənin bu x-in bərabər 30 bölünsün sinus 40 dərəcəyə. Sinus 40 dərəcə. Yəni bu şəkildə, bax, sinus yox, üzr sayın, kosinus 40 dərəcə olmalıdır. İndi məndə yəni 30 bölünsün. Gəlin baxaq görək. Kosinus 40 dərəcədən neçə alır? 0,7. Təxminən. Bu da 300 bölünsün 7'yə. 30'u bölürük 0,7'yə. 42,8 təxminən. 42,8 şəklini alacaq. İndi bəs yaxşı deyir 50 olsa. 50 olsa deyir bura. Bura 50'dir.
Bura 30'dur. Burada yəni x. Yəni də x bərabərdir yazmalısınız. 30 bölünsün sinus 50'ye. Yəni 30 bölünsün sinus 50 derece. Bu da 0,7 elədi. 0,7 təxminən. Bu da belə. Bunu da böldüyümüz zaman yenə də nə olar bu? Baxaq görək. Çox belə qəribə ədədlər verilir. Adamın laf qəribə hesablaşdırır. Təxminən bu da elədi 42. Təxminən bu şəkildə olacaq. Onda bir də 60 dərəcə halı var. İndi yenə də eyni qaydadır. Bucaq 60'dır artıq. Bucaq 60'dır. Bura 30'dur. Bura bir x desəm, onda mənim x'im bərabərdir. 30 bölünsün kosinus 60 dərəcə. Yəni 30 bölünsün 2'də 1 olacaq, öyle değil mi? 30 bölünsün 2'də 1. Bu da cevabımız elədir 60 olacaq. 32'də böldüğümüz zaman 60 alınacaq. Əla. Gəldik 11-ci suala. Deyir ki bizə bu verilənlərə görə, şəkildə verilənlərə görə ağacın hündürlüyünü tap. Mən buradan belə bir xətt çəksəm, burada 90 dərəcə. Təbii ki mənə katetim var. Bu h-ı tap deyir. Bax katetlər var. Katetlərə görə mən hündürlüyü tapmalıyım. Bunlar katetlər də. Onda tangens. Təbii ki tangensin. Tangens 25 dərəcə bərabərdir. H bölünsün o 161,5. Mən buradan h da bərabərdir. 161,5'i vurmalıyam. Tangens 25'e. Buradan h da bərabər 161,5 tangens 25'e. Baxaq görək nə alacaq. Aha, tangens 25'də 0,4. Təxminən bu şəkildə. İndi 161,5 vurulsun 0,4 şəklində alacaq. Bu da elədi təxminən 64,6 bu şəkildə olmalıdır. Əla. Gəldik sonra nəyə? Burada da eyni şəkildə dik şəkildə verilənlərə görə binanın və bayrağın hündürlüyünü tapın. Binanın hündürlüyünü tapmaq üçün mən bundan istifadə etməliyəm. 30'a görə. Bu h-a görə nə etməliyik? Bu 30 bucağına görə baxmalıyıq təbii ki. Aha, belə. Gəldik 12-ci suala. Burada yenə də baxın, yenə katetlərdir. Onda tangensdən getməliyəm. Tangens 30 dərəcədə. Bura h-dır. Bura 91,4 şəklində olacaq. Amma mən bu h-ı tapmaq üçün 91,4'ü vurmalıyam. Tangens 30'a. Tangens 30'da nə alır? Baxaq görək. Təxminən 0,1 h bərabər 91,4 vurulsun 0,5 oldu. Təxminən. Aha, 0,5'i vurmalıyıq. 91,4'e. 45,7 oldu. 45,7 şəklində oldu. Deməli binanın hündürlüyü 45,7'dir. Əla. İndi biz nə etməliyik? İndi biz gəldik. Bura 32 bucağı ilə baxsaq, yenə də tangensdə mən bura ümumi hündürlüyü bura h deyirəm. Yenə də tangens 32 dərəcə bərabərdir. H bölünsün 91,4'e. Buradan h da bərabərdir. 91,4 vurulsun tangens 32 dərəcəyə. İndi biz tangens 32'ni tapmalıyıq. Tangens 32 dərəcə 0,6'dır yenə də. H bərabər 91,6 0,6 0,6 91,6'nı 91,4'tür bu. 91,4 vurulsun 0,6. Bu da elədi 54 tam. H bərabər 54 tam %84. Bayaq neçə almışdıq biz? 45 tam almışdıq indi. Aha, daha da böyük aldıq. Zaten elə olmalı idi. Aha, əla. Gəldi 13-cü suala. Deyir ki bizə kosmik radyo dalğa ötürücüsü olan qüllə siqnalları magistral yol üzərində yerləşən S1, S2 və S3 stansiyalarına ötürür. Əsas qüllədən magistral yola qədər məsafə 35'dir. Əsas yola qədər
məsafə 35 verir. Əsas qülləyə nəzərən stansiyaların yerləşdiyi şəkildə göstərildiyi kimidir. Əsas qüllədən hər bir stansiyaya qədər məsafəni tap. Məsələn, mən birinci buranı tapmalıyım. Baxın, katet, hipotenus və qarşı katet olduğuna görə mən nəyə tapmalıyam? Təbii ki, sinus. Onda mən sinus 64 dərəcə bərabərdir 35 bölünsün x-a. Həmən buradan x-i tapmaq üçün 35 bölünsün sinus 64 şəklini alacaq. Sinus 64 olacaq. Sinus 64'ü gəlin baxaq ki, nə alacaq? Sinus 64 dərəcə 0,8 təxminən. 35 bölünsün 0,8'ə. Yəni 35'i böldük 0,8'ə. Neçə elədi? 43,75 oldu. Təqribən bu şəkildə oldu. Deməli bu x-imiz böyle. Sonra gəlin bu y-i tapıram. İndi mən y-i tapmaq üçün yenə eyni qaydadan, amma bu dəfə sinus 33 dərəcə bərabərdir. Y bölünsün 35 olacaq. Buradan y-i tapmaq üçün 35'i vurmalıyam sinus 33 dərəcəyə. İndi gəlin baxaq görək. Sinus 33'də nə alacaq? 0,5. 35 vurulsun 0,5. 35 vurulsun 0,5. Bu da elədir. Baxaq görək biz nəsə səhv eləmədik ki burada 35. Mən burada yerlərini dəyişmişəm. Vay. Belə elədik. Deyirəm axı nəsə balaca alındı deyə 35 yuxarıda olmalıdır. Mən onda üzrü sayın. Burada səhv eləmişik. Burada y olmalıdır. Mən buradan y tapmaq üçün 35'i bölməliyəm sinus 33 dərəcəyə. Yəni 35 bölünsün. Sinus 33'ü də unuttum. 0,5 təxminən. İndi bu 0,5 deyək də. Bunu da böldüyümüz zaman cavab 70 eləyəcək. 70. Bayaq ki 43 idi. Sonra 70. Təbii ki böyük alınmalıdır da. Hətta bu S3 olan ən böyük olacaq. Görürsünüz, bucaq kiçildikcə sinusda məsafə böyüyəcək. Bunu yaddan çıxartmayalım. Bax, indi burada sinus 26 yenə belə 35 bölünsün. Buna bir z desək. Z. Buradan z'i tapmaq istəsək 35'i bölməliyəm sinus 26'ya. Sinus 26 dərəcədə də 0,4. 35 bölünsün 0,4'ə. 35'i bölməliyəm 0,4'ə. Bu da 87,5. Bayaqkindən daha böyükdür. Bəli. Yəni bu şəkildə olmalı. Və bu tapdığımız ədədlərin heç birisi dəqiq ədədlər deyil də, təqribi qiymətlərimizdir bunlar bizim. Gəldik 14-cü suala. Nə deyir burada? Deyir ki, təsəvvür edin ki, deyir. Siz hündürlükdə 240 metr olan dağın zirvəsindəsiniz. Buradan dağa tərəf gələn düz yolda 2 atlı görürsünüz. B atlısı ilə sizin eniş bucağınız 30'dur. Əla. 15'dir. Dayandığınız nöqtədən hər bir atlıya qədər məsafəni tapın deyir. Yəni bizdən həm bu məsafəni soruşur, həm də bu məsafəni. İndi mən baxın bura 30'dursa bura 60'dır. Əla. Məndə baxın katet və bir də hipotenus. Bitişik katetsə mən nədən getməliyəm? Təbii ki kosinusla getməliyəm. Onda mən yaza bilərəm ki kosinus 60 dərəcə bərabərdir 240 bölünsün x-a. Buradan mən x-i tapmaq istəsəm 240 bölməliyəm. Kosinus 60 dərəcə 2'də 1 alır. Bunu zaten bilirik. Bu oldu 480. Əla. Demək x-imiz nə oldu? 480. İndi gəldik buna. Buradan baxdığımız zaman əgər bura 15'dirsə onda mən bura baxın uşaqlar bu hissəyə qalıb 75. Onda mən bu üçbucağa görə baxmalıyam da. Baxın bu üçbucağa görə baxdığım zaman indi mən yenə də kosinusdan, yəni kosinus 75 dərəcə bərabərdir. Kosinus 75 dərəcə bərabərdir. Yenə də 240 bölünsün. Bura bir y deyəcəm. Y-a. Onda y da bərabərdir. 240 bölünsün. Cos 75. Nə olacaq? Gəlin kosinus 75'ə baxağın. Kosinus 75'də. Təxminən 0,2. 240 bölünsün 0,2. Bu da eləyəcək təxminən nə? Bunu böldüğümüz zaman ne eləyir burada? 2 qatı olur. Bir dənə 5'ə vurmamız lazım olacaq deyəsən. Neysə də vurağın 240'ı
böldüm 0,2'ye. Onda 2. Hə, 1200. Bu da elədir 1200. Birincisi 450 idi. İkisi də 1200 şəkildə olacaq. Bu şəkildə oldu. Gəldik sonra 15-ci suala. 15-ci suala baxırıq. Ticarət mərkəzində eskalatorun şaqli hündürlüyü bu şəkildədir. Hündürlüyümüz 4,3'dür. Bu eskalatorla yuxarıya qalxdıqda üfüqi olaraq 15 metr yol gedirik. Baxın, bura 15 metrdir. Əla. Gedir. Eskalatorun uzunluğunu tapın deyir. Baxaq görək. Üfüqi olaraq bu şəkildə 15 metr yol gedir. Məsələyə uyğun şəkil çəkin. Çəkdik. Bura 90 dərəcədir. Məsələ veriləni elə dəyişin ki, məsələ trigonometrik nisbətlərdən istifadə etməklə həll edilsin. Müəyyən bucaq versək tapa bilərikdir təbii ki. Bucaq verərək də etmək olar. Bizə deyir ki, eskalatorun uzunluğunu tap. Yəni buradan bura qədər olan məsafəni tap deyir. Onda biz təbii ki, Pifagorik teoremindən x-in kvadratı bərabərdir. 15'in kvadratı çıxılsın, 4,3'ün kvadratı olacaq. Gəlin bunu da biz kalkülatordan baxalım. Bunun kvadratları 15'in kvadratı 625'dir. Yəni 625 yox. Sayın 225 çıxılsın. 4,3 vurulsun 4,3. Bu da təxmin elədi neçə? X kvadratı bərabərdir 206,51 şəklində. 206,51. 206,51. Bu da təxminən 14 tam çıxdı. 14 tam neçəsə? Təqribən 14 tam. Məsələyə deyək ki, trigonometrik nisbətlər şəklində. Biz bura bir bucaq desəydik, məsələn mən desəydim ki, bura bir 43 dərəcədirsə, bu x-i tap desəm necə tapardıq? Deyərdik ki, tangens. Tangens məsələn 43 bərabərdir x bölünsün 4,3'ə. Yəni bu şəkildə baxmaq olardı. Mən buradan da x-i tapmaq üçün 4,3'ü tangens nəyə vurmalıydıq? 43'ə vurmamız lazım idi. Yəni bu şəkildə də baxmaq olar. Sonra gəldik nəyə? Gəldik 16-cı suala baxırıq. 16-cı sualda Kamil otelin pəncərəsindən düz şosey yola hərəkət edərək uzaqlaşan avtobusu müşahidə edir. Avtobus gözdən itirəcək eniş bucağı qədər dəyişdi. Və yuxarıda da otelin pəncərəsindən baxır. Bura bir otel olsun. Buradan baxır. Eniş bucağı 45 idi. Birinci deyək ki, buradaydı. Avtobus oldu. Sonra gəldi. Buralara çatdı da. Deyir ki, eniş bucağımız bura 45'dən 46'dan düşdü nəyə? Dəyişdi. Oldu məsələn, burada deyək ki 18 oldu. Kamilin qaldığı otelin pəncərəsi 20 metrdirsə, bura 20'dirsə, işte müşahidə oluna bilən yolun uzunluğunu tap deyir. İndi müşahidə bura qədər məsafəni tap deyir də bizə. İndi dəyişdi. 46'dan dərəcədən 18 dərəcəyə qədər dəyişdi deyir. Onda bizim bu dəyişməmiz ümumi nə qədər oldu? Bu dəyişməm. Bunları toplasaq neçə elədi? 64 dərəcə. Mən bura bir x desəm, onda mənim tangens 64 dərəcəm nə olacaq? X bölünsün 20'yə. Yəni buradan x də bərabərdir. 20 vurulsun. Tangens 64 dərəcə olacaq. İndi gəlin biz yenə də tangens 64'ü tapmağa çalışalım. Bu elədir 2 tam neçəsə. X bərabərdir 2 tam onda 1 deyək. 20 vurulsun 2 tam onda 1. Neçə olur? 20 vurulsun 21. Neçə elədir cavabımız? 42. Təqribən 42 metr məsafəyə qədər baxa bilirmiş. Belə bir şey oldu. Gəldi 17-ci sual. Deyir ki, quşları öyrənən elm sahəsi ornitologiya. Bu sahənin mütəxəssisləri isə ornitoloq adlanır. 2 ornitoloq bir düz xətt üzərində olmaqla eyni quş yuvasını müşahidə edir. Quş yuvasının ilə müşahidəçilər arasındakı yüksəklik bucağı 30 ilə 60'dır deyir. Arasındakı məsafə, ornitoloq arasındakı məsafə. Baxın belə deyək də.
Aha, deyir ki, quş yuvası ilə müşahidəçilər arasındakı yüksəklik bucağı 30. Belə deyək. Quş yuvası biri buradadır. Biri buradan baxır. Biri buradan. Yüksəklik bucağıdır. Gözləyin. Bu şəklini bir normal çəkim. Və belə bir şeydir. Yuva buradadır. Yuva. Biri belə baxır. Biri də belə. Bu da məsəl. Baxın, birinin deyir ki, baxış bucağı bura 60 dərəcədir, bura 30 dərəcədir. Əla, deyir ki, arasındakı məsafə, bu məsafə neçədir? 50. Hər iki ornitoq ilə quş arasındakı məsafəni tapa bilərik mi? Baxın, burada bir düzbucaqlı üçbucaq yaranır da. Onda mənim birinci necə deyir? Bax, hər bir ornitoq ilə quş arasındakı məsafə neçə? Hə, baxın. İndi mən bura bir 60 desəm, bura bir 60 dərəcə desəm, birinci bax, bu birincisine görə baxsam da, bu baxın, bu düzbucaqlı üçbucağa görə baxsam, bu düzbucaqlı üçbucağa görə. Əla. Onda mən bura deyərik ki, məsələn, mən bu ümumi bir x deyərəm də. Hə, mənə nə deyir burada? Mənə əsas nə lazımdır? Mənə bura yenə baxaq görək. Əgər burada 30-60 qaydası ilə də baxmaq olar əslində. Bucaq var, bucaqlar var. Onda mən məsələn bura bir x desəm, bura 2x olmalıdır da. Ornitoqlar arasındakı məsafə də 58-dir deyə. Hər bir ornitoq, aha, başqa nəsə verməyib bizə, hə? Əla. Onda biz necə eləyə bilərik? Bu 58 dərəcəyə görə nəsə eləmək olar mı? Baxın görün. Ornitoqlar arasındakı məsafə 58-dir. Normalda baxın bu hissə bura 58'dir olsun. Hər iki ornitoq ilə quş yuvası arasındakı məsafə neçə metrdir deyil. Peki mən şəklimi səhv qoyum. İki ornitoq bir düz xətt üzərində olmaqla eyni quş yuvası müşahidə edir. Bəli, bir düz xətt üzərindədirlər də. Quş yuvası ilə müşahidəçilər arasındakı yüksəklik bucağı uyğun olaraq biri 30'dur, biri 60'dır. Əla. Onda mən, baxın, bura 120 dərəcədir də. Bura 120, burada 30 olacaq. Hə, onda mənim baxın, bildim. Baxın, burada üçbucağa görə baxsa, bura 30 oldu. Burada 58 olmalı. Hə, bura 58'dirsə, bura 30'dur da zaten. Ümumi 60, bura 30'dur. Hə, bura 58'dir artıq mən buradan nəyi tapa bilərəm? Bura 58'dir, deyilmi? Bunda bax bu hissə, bax bu hissə. Bura neçə olmalıdır? 58'in yarısı, yəni 29. Bura 29'dursa, burada 29 kök 3 olacaq. Hə, əla. Onda mən bu 30'a görə buranın ümumi tapdım. Baxın, mənim üçbucağım belə bir şey oldu. Gəlin bunu yenidən çəkəyim. Baxın, bura 29'dur. Bura 58'dir. Bura 29 kök 3'dür. Bura 30'dur. Bura 60'dır. Aha, əla. Onda baxın, bura neçədirsə, buranın ümumi neçə götürmüşük biz? 60. İndi bizə deyir ki, bu məsafələri tap deyir. Təbii ki, mən bu məsafəni, bura 30 dərəcə olur, bura bunun 2 qatı olur, bura 58 olur, birini tapmışam. Mənə bura lazım. Buranı tapmaq üçün, bu 30'un qarşısındakı nədirsə, bu 30 görürsünüz də, bu 30'un qarşısında böyük üçbucaq. Bu da onun 2 qatı olmalıdır. Yəni 58 vurulsun ki, kökdür. Yəni 30-60 qaydası ilə bunu həll etmək oldu. 18-ci suala baxsa, yüksək sürətlər və minimum yüksəklik bucağı altında uçuş təyyarələri radar sistemi mümkün maneələr və maneəyə görə yüksəliş bucağı haqqında məlumatlar göndərir. Müəyyən hündürlükdə yüksəliş bucağı 1 dərəcə olmaqla uçan təyyarə 7 km altında güllə olduğu haqqında siqnal aldı. Təyyarə hər bir obyektin 300 metr hündürlüyündən uçuş keçməlidir. Onun üçün təyyarə yüksəliş bucağı neçə dərəcə olmalıdır deyir. İndi bizim buradan məsafə 7'dir. İndi hündürlüyü də verib bizə. Hündürlük də təyyarə hər bir obyektin 300 metr hündürlüyündən uçub keçməlidir. Normalda bura 300 metrdə. İndi bu 7 km. Nəsə belə bir şeydir də. Bura 7000.
Burada 300 lira değil mi? Yani bu bucağı tapdıydı. Bu alfanı tapmaq üçün onda bizdə tangens olur. Tangens alfanı tapmaq üçün 300'ün 7000'e nisbət nə olacaq? 3 bölünsün 7000. Şimdi biz bunu bu tangens alfamız bu şekilde olacak. Şimdi deyək ki ne deyir bizə? Deyir ki üst bucağını təyin et. Hə, bu şekilde oldu. Belə, belə. Bugünkü mövzumuz bu qədər. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.